Amerika Birləşmiş Ştatları 1 sentlik sikkələrin buraxılışını dayandıracaq. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Maliyyə Nazirliyinə 1 sent dəyərində sikkələrin zərb edilməsini dayandırmaq göstərişi verib. O bildirib ki, hər biri bizə 2 sentdən baha başa gələn 1 sent dəyərində olan sikkələrini zərb etmək çox israfçılıqdır. Həmçinin Türkiyədə də bir ədəd 1 TL sikkənin dövlətə 3 TL-yə başa gəldiyi əsaslandırılaraq onların tədavüldən çıxarılması təklif edilir. Maya dəyəri özündən baha başa gələn 1 qəpiklərin ölkəmizdə də heç bir alış-veriş prosesində qara qəpiklik dəyəri qalmayıb desək yanılmarıq. Nə mağaza alıcıya 1 qəpik qallıq qaytarır, nə də alıcı 1 qəpiyi kassaya təqdim edə bilir. Bəs maraqlıdır ki, zərb olunması özündən baha başa gələn 1 qəpiklər ləğv oluna bilərmi? İqtisadçılar diqqətə çatdırır ki, 1 qəpiklərin ləğv olunması müsbət qarşılanacaq məsələ deyil. Əgər bu qəpiklər dövriyyədən çıxarsa, sabah qiymətlərin formalaşmasında bu məsələ öz əksini tapacaq. Qəpiklərin dövriyyədən çıxması inflyasiyanı yaratmış olacaq. Qiymətlərdə artıq bu qəpiklərdən istifadə edilməyəcək ki, bu da elə birbaşa son istehlakçının maraqlarına ziddir. Əhalinin nəqd ödəniş vasitələrindən, kağız ödəniş vasitələrindən qeyri-nəqd kart ödənişlərinə keçməsi artıq əvvəlki tələbatı da aşağı salıb bu qəpiklərə. Çünki insanlarımız ödənişləri daha çox kart vasitəsilə edirlər və bu təkcə qəpiklərə yox, eyni zamanda manat kupürlərində, nominallarında da tələbatı getdikcə aşağı salır. Qəpiklərin sıradan çıxarılması yanlış məsələ olardı. Qiymət qoymada sahibkarların belə deyək, imkanları məhdudlaşmış olardı. İqtisadçı qeyd etdi ki, mağazalar və şirkətlər bu üsuldan istifadə edərək 1 qəpik və ya 1 manat aşağı qiymət təyin edir və alıcının təfəkküründə daha əlverişli, daha ucuz qiymət təsəvvürünü yaradır. Məsələyə başqa bir aspektdən yanaşdıqda isə biz tez-tez arxeoloji qazıntılar zamanı müxtəlif əsrlərə aid tarixi sikkələrin tapılması barədə xəbərlərlə rastlaşırıq. Həmin sikkələr həmin dövrün öyrənilməsi üçün xüsusi əhəmiyyətə malik olur. Bu baxımdan qeyd etmək yerinə düşər ki, biz sikkələrə ancaq pul vahidi kimi yox, həm də tariximizi öyrənmək üçün köməkçi vasitə kimi baxa bilərik. Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunun baş mütəxəssisi Aygün Məmmədova bildirdi ki, elə Azərbaycan sikkələri də tariximizi müşayiət edən ən dəyərli fakt olaraq günümüzə gəlib çıxıb. Bu sikkələr yalnız siyasi amil yox, həm də ideoloji amildir. Sikkə həm əlverişliliyi baxımından, həm də ki, biz bilirik ki, biz tarixçi olaraq bilirik ki, sikkələr yalnız daxili və xarici ticarət üçün deyil, tarixən həm də müəyyən məmurların, ordunun və qoşunun saxlanması üçün də olan məqsədlərlə də istifadə olunmuşdur. Təbii ki, sikkələr üzərində dövlətin əsas atributları əks olunur. Dövlətin başlıca atributlarının məhz sikkə vasitəsilə təbliğ olunması da günümüzdə aktualdır. Qiymətli metaldan zərb olunan sikkələr daha çox tarixi adlayıb günümüzəcən gəlib çata bilirlər. Ona görə də onların zərbinin nə qədər qadağa qoyulması məsələsi də bir o qədər də günümüzdə problemli olaraq qalmaqdadır. Sikkə zərbinin qadağan olunması müasir bir sıra problemlərlə bağlı olsa da, yəni şəxsi mövqeyimi ifadə eləmək istəyirəm ki, yəni əsrlər sonra əslində bu tarixi faktın yoxa çıxması heç də məqbul hesab edilməməlidir. Qlobal iqtisadi böhranların fonunda Azərbaycan tədavüldəki qəpiklərin sayı ilə bağlı dəyişiklik edə bilərmi? Mövzu ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankından sorğumuza cavab olaraq bildirildi ki, Mərkəzi Bank nağd pul tədavülünü təşkil edərkən iqtisadiyyatın tələbatını, o cümlədən əhalinin gündəlik ödəniş vərdişlərini, iqtisadi prosesləri və inflyasiya dərəcələrini nəzərə alır. Stat: Qlobal iqtisadi çağırışlar bəzi ölkələrdə metal pul nişanlarının istehsalı ilə bağlı müzakirələrə səbəb olsa da, qəpiklər pərakəndə ödənişlərdə hələ də istifadə olunur və onların dövriyyədə qalması iqtisadi və sosial baxımdan əsaslıdır. Son illərin statistik göstəriciləri dövriyyədə olan metal pul nişanlarının artımını təsdiqləyir. Xırda nominallı 1, 3 və 5 qəpiklərin dövriyyədəki həcmi məbləğcə əvvəlki il ilə müqayisədə müvafiq olaraq 2022-ci ildə 10,7%, 2023-cü ildə 9%, 2024-cü ildə isə 7,2% artıb. Mövcud iqtisadi şərtlər nəzərə alınaraq onların dövriyyədə qalması vacib hesab edilir. Statın sonu. Digər məsələ isə marketlər 1 qəpik qalıq olduqda onu qaytarmır və dəyərsiz hesab edir. Əslində bu vəziyyət necə tənzimlənməlidir? Məsələ ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankından bildirildi ki, 1 qəpikdə daxil olmaqla bütün metal və kağız pul nişanları ödəniş zamanı qəbul edilməlidir. Bu, Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun və digər normativ aktlarla təmin olunur. Azərbaycanda 1 qəpiyin maya dəyəri ilə bağlı da Mərkəzi Banka sorğu göndərdik. Lakin Mərkəzi Bank 1 qəpiyin
təxmini istehsal xərcləri barədə məlumat açıqlamaqda maraqlı olmadı. Stat: Sizin 17 mart 2025-ci il tarixli 07 nömrəli məktubunuza aidiyyatı üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankında baxılmışdır. Məlumat üçün bildiririk ki, milli pul nişanlarının istehsalı Azərbaycan Respublikası Mərkəzi Bankının sifarişləri əsasında beynəlxalq istehsalçı şirkətlər tərəfindən həyata keçirilir. İstehsal prosesləri müvafiq şirkətlərlə müqavilə əsasında təşkil olunur və beynəlxalq rəqabət məsələləri nəzərə alınaraq həmin müqavilələrin şərtləri ictimaiyyətə açıqlanmır. Statın sonu. Qeyd edək ki, qanuni ödəniş vasitəsinin qəbul edilməməsi istehlakçı hüquqlarının pozulmasıdır və vətəndaşlar bununla bağlı istehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq müvafiq dövlət orqanlarına müraciət edə bilərlər. Nuray Qədirli, Ramiq Abbasov, APA TV.